Salam kızlar, sabahınız xeyir. Evimə yeni bir videoma xoş gəlib, səfalar gətirmisiniz. Axşam bir dənə Leysan getdi, bir dənə Leysan getdi. Qısa videosunu çəkmişəm, bura qoyaram, baxarsınız. Bir saniyenin içində oldu. Bir də gördüm ki, kuxnyadayam. Bizdə kuxnya pəncərənin üstünə dəmir vurulub. Tak 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 nəsə səs gəlir. Məncə birinci dolu yağdı, sonra yağışa keçdi. Mən də orada yemək eləyirdim deyə ona görə gec gəldim, videosunu çəkdim, yağışa çatdım. Doluya çata bilmədim. Seyidxan ağacların dibin zadını şumlayıb. Yaxşıdır, biraz ağaclar su içdilər. Bu da burada. Kukla. Ay kukla. Deyənlər var ki, kömürdən ötürü darıxmışıq. Bu da kömür. Bu da mənim çirkin mişqam. Bu neynədir? Bu gülün həsrətlə gözləyirdim ki, açsın. Vüsalə göndərib bunu mənə. Çox həsrətlə gözləyirdim ki, açsın, görüm nətər açır. Vüsalə deyir, çox qəşəng güldür. Amma bu qara böcük onu qırdı. Belə çıxdı, oturdu burada, baxdı. Mənə deyirsiniz ki, güllər belə, güllər elə. Qızlar, bizdə pəncərə budur. Yəni bundan artıq gül qoya bilmirəm. Bax, o belə çıxır, oturur, pəncərəni bütöv açırıq. Ataşın otağına heç cür qoymaq mümkündür. Çünki uzananda gah ayağın pəncərəyə qoyur, gah bura qoyur ayağın. Deyirəm, burada ayağın nə işi var? Yəni ki, dayanan uşağı döyür. Qızların da otağı bundan ensizdir. Bizim yataq otağı da bundan ensizdir. Nəyə görə belədir pəncərələr? Çünki bizdə balkon vurulub da evin içinə. Ona görə belədir. Hələ bu güya ki, ennisi budur. Ona görə heç cür gül, başqa gülü artıra bilmirəm, qoya bilmirəm. Həm də vaxtım yoxdur deyə yazığım gəlir. Elə olur ki, bax bu il bunlara da baxa bilmirəm də, bunlara da vaxt ayıra bilmirəm. Ona görə də çox gül əkib tökmək istəmirəm. Bir də bir izləyicim yazıb ki, onu göstərmək istəyirdim. Yəqin onu deyir. Deyir, o kaktus o güllərin içində heç gözəl görsənmir. Onu oradan ayırın. Aslında ora gözəldir. İndi o ramaşkalar böyüyüb deyə, bax yaxınlaşdırım. O ramaşkalar böyüyüb deyə orada gözəl görsənmir. Əslində orada xırda güllər var idi. O ramaşkalar sonradan özləri çıxıblar. Görürsünüz, səliqəsiz çıxıblar da. Əvvəl belə Seyidxan oranı yumru eləyib, bax görünür daş, nə bilim, balıq qulağı ilə olan gül qabı var. O kaktus qıraqlarında da qızıl güllər. Sonradan ki, o ramaşkalar çıxıb, o da mənə hər dəfə deyir, çıxardım, deyirəm ki, çıxartma, qoydursun, güldür da durub orada. Bəlkə o ramaşkaları çıxartsa, ora gözəl görsənər. O boyda kaktusu oradan risk eləyib çıxartmaq olmaz. Hayıfdır, xarab olar. O kaktusun da ikisi buranındır, ikisi Şamaxınındır. 11-in Vüsaliyə vermişəm. Yenə yanından balası çıxıb, artıb. Onu da Seyidxan elə o yumruğun içinə ki, mən onları xoşlayıram. Yəni çox su tələb eləməyən bitkidir də, ona görə də ondan aparıb Şamaxıya da əkəcəm. Şamaxdakından da bura gətirəcəm, amma nə gedə bilmirik, nə gələ bilmirik. Belə. Bunu da demiş olduq. Gedək. Axşamdan mən qabzat heçsə yumadım. İnanırsınız, o qədər yorğun idim ki, qabzat heç nə yumamışam, heç nə. Ataşın yerini yığdım, əyri, dəli, nətər gəldi yığmışam. Çünki vaxtım yoxdur, qaça-qaça edirəm. Öz yatağımı yığmışam. Seyidxan 2 şalvar, 2 koftası vardı, qara. Onları atmışam, onları yolsun, mən getməmiş deyib ki, onları geyinəcəm, qurusun, nəysə. Axşamki qab yumamışam, baxın, mənim kuxnyamın halına. Sonra deyirsiniz ki, Soli, bunu elə, Soli, onu elə, Soli, video çək, nə elə? Qızlar, elə olur ki, təsəvvür eləyin. Bu da axır vaxtlar olub, son bir ayda zatda. Yoxsa mən uşaq vaxtından bizi anam elə öyrədib ki, axşamdan bir dənə kirli stəkanda saxlamayın. Mən heç vaxt qabzat elə bir şey olmurdu ki, axşamdan saxlayım, səhər durum yuyum. İndi onları yumuşam, indi bunları yuyacam. Zibil qabımız adımı yuyum. Zibil qabına da qarışqa daraşmışdı. Bura baxın, meldir. Dərman tökdüm, çox şükür qarışqalar yoxa çıxıb. Bir də sirkə bax, bir nətər gətirmişəm, elə orada da durub, kim aparıb qoyacaq, solmaz aparıb qoymasa, mən aparmalıyam onu da balkona. Bir də onu neçə adamdan soruşmuşam, hələ mənə deyən olmayıb, o ananı içindən çıxardım.
Sağ olun, var olun, Allah razı olsun hamınız. O qədər gözəl sözlər yazmış ki, söyle. Afərin, qəşəng sirkə olub, əsl sirkədir. Çox sağ olun. Diqqətinizə görə hamınıza minnətdaram. O xoş sözlərinizə görə Allah razı olsun. Bir də bir izləyicim yazır ki, orada cavab verim, amma belə də vermək istəyirəm. Yəni pis bir şey yazmırlar. Mən deyirəm ki, fikrimi hamıya çatdırmış olun. Bir izləyicim yazır ki, bura heç gözəl görsənmir. Yəni çöl tərəfdən əhəng görün. Qızlar, mən sizə çöl tərəfdən də indi işə gedəndə göstərəcəm bizim bloku da, buranı da. Bütün bizim evimiz hansı tərəfdə? Hələ bizim bu, məsəl üçün bu pəncərə, bir də spalnin pəncərəsi küçüyə baxır da. Qonşunun da 2 dənə pəncərəsi var. Onu da, yəni Seyidxan əhəng yox, emosiya elətdirib. Bütün bu 4 pəncərənin hamısını emosiya elətdirib yuxarıdan aşağıya qədərinə. Yenə öz o birisi tərəf balkonumuzu da yeni eləyib. Bunu eləyə bilmirik. Nəyə görə? Bununla bağlı mənim fikirlərim var, amma onu da eləyə bilmirəm. Çox qəşəng fikrim var bununla bağlı. Buranı nətər elətdirək biz? Yəni orada tok, moksat gedir, turbalar gedir. Bunu heç cür mümkündür. Oraya emosiya vursaq tutmaz. Oralar belə, bilmirəm də buradan necə görünür, amma belə betonu qırıq-qırıqdır. Heç cür onu düzəldə bilmərik də. Bunun üstünə nətər emosiya vuraq, heç vursaq belə orada təmiz qalmayacaq. Bura vursaq yenə o podyezin krişası var. Yəni mümkündür. Bizim səhvimiz bilirsiniz hardadır? Bu pəncərəni bu qədərinə bura eləməyin mənası yoxdur. Biraz bu tərəf eləyə bilərdik, hə o görünməzdir. Heç biz bunu ölçüb biçəndə yəni onu fikirləşməmişik. Təsəvvür edin, pəncərə qoyulanda heç deyirəm Seyidxan, arada bir fikirləşəydik ki, bu Solmazın qolu nə uzunluğundadır, pəncərə nə uzunluğundadır. Mənim qolum çatmır o pəncərənin o küncün yuyam. Təsəvvür edin də, hər dəfə bu şüşəni siləndə, öz spalinin şüşəsini siləndə boynumun damarı tutur. Var gücümlə dartınıram ki, o tərəfdən şüşəni silim, o küncü də silim. Belə, amma emosiya eləməyinə ən qəşəng, ən belə bahalı emosiya elətdirib Seyidxan oranı. Bizim ümumiyyətlə, harada evimiz olubsa, evin içindənsə çölünə, bloka daha çox diqqət eləmişik. Gücümüz çatan qədər. Hə, onu deyirdim da, yadımdan çıxdı, qoy deyim, sonra gedim. Danışıram, unuduram sonra. Buranı istəyirdi rişotka eləmək. Rişotka eləyəndə deyirdim, gül qoyaram qabağına, bura biraz hündür belə gül qoyaram. Bu görüntü itər. O da, nə bilim, imkan olmadı. Daha elə istəyirik, elətdirək, nəsə bir şey çıxır, nəsə bir problem çıxır, qalır. Uşaqların elə yaşıdır ki, bilirsiniz, məni kimi, yəni Azərbaycanda bu klassik olub da. Kimin uşaqları mənim uşaqlarımla yaşıdırsa, hamının pulun hazırlığa zada tökür. Heç cür mümkün deyil ki, artırsın. Bir adamın maaşı ancaq hazırlıqlara gedir. Yəni bu real olan bir şeydir. Mənə deyirsiniz bəzən, Soli, bunu eləyənə qədər onu elə. Qızlar, hər bir şey sizə deməsəm də, amma büdcəni bəzən zorlayır bu hazırlıqlar. Ona görə də rişotka məsələsi yenə qaldı. Hə, istəyərəmmi? Günü bugün istəyərəm. İmkanım olsa, bu dəqiqə zakaz elətdirib rişotka elətdirərəm. Hazır güllər var. Qoyduraram ora, çox gözəl görsənlər. Mən də istəmirəm ki, sizə belə bir görüntü olsun. Amma bacardığım qədər kameradan uzaq tuturam o görüntünü. Neyniyim? Olduğu qədər də sizə. Soli bacınızı biraz xoş görün. Neyniyim mən, nətər eləyim? Valla çalışdığım qədər göstərməməyə çalışıram. Bir də bir izləyicim yazıb ki, ay xanım, siz niyə qabilyondan istifadə eləmirsiniz? Bu heç xoş görsənmir. Gözəl bacım. Xoş görsənsə də budur, xoş görsənməsə də budur. Mən qabilyona yer qoydurmuşam. Mən həmişə deyirdim, paltaryandansa qabilyon, maşın mənə lap vacibdir. Nəyə görə işləyirəm, həmişə işləmişəm. Uşaqlarım balaca olan vaxtdan mən işləyirəm. Hər dəfə deyirdim ki, qab çox yığılır, dəhşətli dərəcədə qab yığılır. Mən axşam işdən gəlirəm, ancaq qab yığıram. Bu da qırıqda tullayacam, nəyə durub orada. Hə. Birinci qabilyon, təzə evə köçəndə birinci qabilyon eləyəcəm. Elədik də, amma ustamız sağ olsun, bu burada yığıldı deyə, bu mebel. Bu bura yığıldı deyə, ona görə ustamız başını itirdi. Seyidxan da o tutması tutan vaxta düşdü, bilirsiniz də, sizlərin də həyat yoldaşında o var. Evdə remont gedəndə kişilər kriz keçirdirlər.
Dedim ki, Seyid xan, bu usta bilmir. Öz ağzı ilə deyir ki, mən ilk dəfə pəncərənin qabağından mebel yığacam, mən bilmirəm də. Dedi ki, yox, yığsa da odur, yığmasa da odur. Məsəl üçün, bu paltaryanı, bax, belə deməmişdim də, üzüm bəhər tərəfə. Məsəl üçün, burada, baxın, görürsünüz, səhv eləyib, aspiratoru tam ölçüb bitmir. Aspirator halbuki mən, yəni mebel sifariş verməmişdən qabaq almışam. Ölçüsünü bilirdi də. Bunu düz eləməyim, məcbur oradan kəsdi. Bax, bu qıraqdakı bu nəyə lazımdır? Heç bir işə yaramır. Sadəcə olaraq toz yığınağıdır. Bax, məsəl üçün, bu şkaf. Yığıram ora, ancaq saxlama qabı zadı, nə bilim. Ancaq ora özüm girib nəsə götürüb çıxa bilirəm. Mən ancaq özüm bilirəm ora. Çox dardır, balaca yerdir. Belə dərin görsəm, amma balacadır. Hələ o künc, məsəl üçün, o künc heç istifadə olunmur. Mebeldə belə səhvlər eləyib ustamız. Qabyan da onun içində. Qabyan da məsəl üçün yerləşmədi. Mən mikrovalnovkanın bunun içində istəmişdim. Nəysə də qatma qarışıq yığdı, alındıra bilmədi. Bu hissəni isə mən sonradan yığdırmışam. Buranı yəni elətdirməmişdik də. Tək bura bizdən 1300 manat, bu üstü mərmər 550 manat ona ayrı vermişim. Tək bax bu taxta tuxduya materialı deyir bahadır. 1300 manat bizdən pul alıb. Bax belə. İnşallah qismət olar, sağlıq olar. Ataş ailə qurana qədər imkanımız olar. Uşaqlarımızı oxutdurup qutararıq. Evimizdə remont eləyəndə buranın da proyektin dəyişərik. İnşallah sağlıq olsun. İmkan olar eləyərik. İmkan olmaz da neyini? Sol bacınızın qədərində bura yuyub qoymaq varsa, bura yuyub qoyarıq. Onun çox adam deyir. Amma neyini? Məcburam. Mən yuyub ora qoyuram, dəsmalın üstünə quruyur. Mən indi işə gedənə qədər tez-tez yerinə yığacam, oranı boşaldacam. Yəni orada saatlarla o qab orada qalmır ki, sizə də xoş görsənməsin. Neyini? Sizin də evlərinizdə elə yerlər var ki, valla bəlkə də mən görsəm mənə xoş gəlməz. Amma mən video çəkirəm deyə bu görünür də, sizi də başa düşürəm. Mən bəlkə də məni qədər düşünən insan yer üzündə təkdə tükdə olar. Valla mən evimdən çıxanda o günlüyə qədərinə, məsəl üçün, bax bu jalüzün, birini aşağı eləyim, birini yuxarı eləyim, heç vaxt, həmişə düz eləyirəm ki, çöldən gedən, hələ birinci mərtəbədə buna həmişə diqqət eləyirəm. Günlüydür, nə bilim, pəncərədə gülün durmağıdır, çöldən gedəni xoş görsənsin də, pis görüntü olmasın. Məsəl üçün, evlər var da günlük bir tərəfə yığılıb, bu tərəfdə belə açıq yer qalıb, mən onlara diqqət eləyən bir insanam. Amma olduğu qədər də. Neyini bilərəm, başqa əlimdən heç nə gəlmir. Nəysə qızlar, tez-tez. Oy, 13 dəqiqət danışıram. Maşın qutarda, solmaz çağırır. Dən dəsmal aparaq, hamamı yudum, tualeti yudum. İşlərimi gördüm. Bu da dalımca gəzir. Bu da mənim dalımca gəzir. Dən kuxnyanı, koridoru tez sileyim. Buradan da çıxım. Paltarları da sərim. Buraları da sildim. Bir dənə oradan durmur ki, oranı siləm. Onda elə tərslik var. Bana yuyum. Aparım bunu da yerinə qoyum. Ne oldu kömür? Durup dalımca gəlir. Mən bu takıntılı paltar geyinməyim. Bir paltarı geyindimsə, başqa paltara keçmirəm. Günlərlə onu yuyaram, geyinərəm. Bilmirəm, nəsə başqa dəyişik bir şey. Hətta xoşuma gələn bir paltar olsa, xoşuma gələn yəni mən rahatçılığıma düşkün bir insanam. Xoşuma gəlmək söhbətdir, əsas içində rahat eləyim. O paltardan ikisini də alaram, üçünü də alaram. Bax, məsəl üçün o qədər evdə belə paltarlarım var ki, koftalarım var, amma geyinmirəm. Bunu başqa elə bilirdim, mənə dardı. Amma geyindim ki, hələ boşdur. Ona görə də dedim, niyə də geyinməyim, qaça-qaçın hazırlaşın. Təmizlik eləyəndə belədir. Hələ nə qədər tez dursam da, yenə hələ bugün yemək pişirməmişəm. Axşamdan yemək var abedə. Ona görə pişirmədim. Axşam ancaq yemək pişirmişəm, qabzat yumamışam. Birini eləyəndə o birisini eləmək olmur. Bir izləyicim yazdı ki, Soля,
Sənə baxanda həvəsim gəlir, maşallah, işi də çatdırırsan, evi də çatdırırsan. Amma qaça-qaça çatdırıram da, qaça-qonla çatdırıram. Nə deyəcəkdim? Yadımdan çıxdı. Hə, bu şəklə izləyicim yazır ki, Soleonu ChatGPT-yə yaz, göndər, düzəldəcək, təzədən çıxardarsan. Qız bacım, mən o çıxartmağa vaxtım var. Yoxdur, valla vaxtım yoxdur. Durub da şəkildir. Belə işlər. Üstündən də bu jaketimi geyinəcəm. Bunu heç böyle geyinməmişəm. Hayıfdır. Qalıb orada. Geyinək, dəyərləndirək. Bugün külək zat yoxdur, ona görə jaket geyinə bilərik. Xeyli iş görmüşəm, sizə çəkməsəm də. Xeyli iş görmüşəm, saçımı yığacam. Çünki bu siz deyirsiniz ki, saç açıq yaraşır. Söyle sənə saçı açıq qoy. Bunun kapşonu olduğuna görə saçımı yığacam. Rahat olmuram sonra kapşonla. Neyse kızlar, getdik. Belə işlər. Əlimizdən çıxartdığımız paltarları da səliqəli qoyaq. Çıxaq. Hayf bu krasovkalarımı gül kimi dünən ağappaq geyinmişdim. Düzdür, yenə də təmizdir, amma yağışda geyinim batdı. Görürsünüz, ipinə qədər eyni rəng olur da, yəni ağ. Mənə yazırlar ki, Soli neçə dərəcədə yuyursan, 20 dərəcədə yuran 1 saatlıq proqramda qoşuram. Nədir? Amma əlimdə tərtəmiz yuyub, sonra atıram. Bir də əgər ki, krasovkanız keyfiyyətlidirsə, yəni materialı yaxşıdırsa, atın yun. Yoxsa biraz belə materialı yaxşı olmayanlar içi zadı çıxıb tökülər. Sonra deməyin, olmaz demişdi. Biz də yuduq. Mən deyim. Ürəyim sıxıldı. Qaça. Bunu da küçədə bayılsam da çıxarda bilməyəcəm. Çünki başqanın üstünün qolları biraz kip olur. Daha necə evdən çıxdımsa elə də geyib çatmalıyam. Bu jaketim çox qəşəkdir, amma qabağında nə düyməsi var, nə bir şey. Burası açıqdır. Məcbur əlimlə tuturam. Külək zat belə vurub açmasınlar. Amma belə qəşəkdir. Qəşək. Uzunluğu da yaxşı. Belədir. Bulutlar çox qəşəkdir. Qaça gedirəm. Nəfəsim kəsildi. Əslində isti deyil hava. Amma mən qaçdığıma görə səhər 6-dan indiyə qədər qaça olduğuma görə mən heylər gəlir. Metro tərəfdən gedəcəm. Orada alınası şey var, onu alacağım. Sonra işə gedəcəm. Buradan yol keçməliyəm o tərəfə. Bura Əhmədlinin lap belə gözüdür da. Kinoteatr burada. Kinoteatrın arxasında. Baxın, toyuq saxlayırlar. Toyuq, xoruz. Bilmirəm kim saxlayır. Amma neçə ildir mən buradan keçirəm. Çıqqılı hələ yayda düzələr də olacaq. Arxa küçə ilə gedirəm. Qabaq tərəf bilirsiniz nətər olur, millət olur, millət.
Kızlar, burada sizinle sağollaşın. Bu videonu bugün çəkmişəm. Bugün də paylaşacağım. Bugün aprelin 15-idir. İndi buyurun yüklənməyə. Hələlik görüşəlim inşallah.